Əhzab 37. Ortada bir iddia var ki, Həzrət Muhammed bir şey eləyib və o əxlaqsızdır. Yəni pisdir. Əxlaqsız nədir? Nə demək istəyir adam? Əxlaqa uyğun hər şey eləmək İşin istəyir. can, sözün canı nədir? Bu pisdir deyir də. Əhzab 37 budur. Bəs Əhzab pisdirsə, 37-də budur, 9 arvad, nə bilim, bunu nə qədər sayarsan da belə. Bunun hamısını ayrıca danışa bilərik. Amma bunların hamısının canı nədir? Bu pisdir. Pis və yaxşını hara baxıb müəyyənləşdirəcək? İnsanların bizdən əvvəlki seçimlərinə görə. Bu insanların ağlına necə güvənək? Bunlar 500 il əvvəl pis dediyi bir şeyə indi yaxşı deyirlər. Özümüz indi ağılla başla düşünək görək. Pis nədir, yaxşı nədir? Bunu yoxsa bu insanlar özləri qoy, keyflərinə gələn kimi. 500 il əvvəl hər halda bir qadının topuğu görsənməyə belə pisdir. 300 il əvvəl biraz daha çox görsənə bilər. Sanki bir axarın içinə düşüb insanlar gündən-günə pis dəyişir, yaxşı dəyişir. Hər yeni gələn daha doğru tapıb pis və yaxşını səncə? Yeni niyə doğrudur? Əgər yeni doğrudursa, daha öncəki həyatda qəbilə həyatı var. İnsanlar çılpaqdır. Sonra insanlar geyindilər, örtündülər. 1900-ə qədər örtüdədir insanlar. İndi bu örtü yaxşıdır yoxsa pisdir? Bunlar hamısı danışılması lazım şeylər. bu gün bizim Azərbaycanımızda yaxşı deyilən bir şeyə başqa bir ölkədə pis deyə bilərlər. Və Avropada çox yaxşı deyilən bir şeyə bizim ölkədə yenə pis deyə bilərlər. 15 il əvvəl necə idi, 20 il əvvəl necə idi və yaxud geyim tərzi, uzun geyinmə. 100 il əvvəl necə idi? 100 il əvvəl dünyanın harasına getsək örtülüdür insanlar. Uzun geyinirlər. Bu gün amma bəzi yerlərdə uzun geyinənlərə geridə qalmış kimi baxırlar. İndi biz nəyə görə əslində? Geridə qalmış. Yəni əslində yenə pis baxırlar da. Çünki geridə həqiqətən yaxşı şeylər də ola bilər. Filmlərə baxsaq, bundan 15 il əvvəl elə filmlər çəkilib ki, geridə qalıb, amma indi o cür filmlər yoxdur ortada. Şuur altında insanların bu da var. Geridə qalan pisdir. Hə, gerini pis olaraq algılamaq nədir? O da düzgün bir yanaşma deyil də. Qoya biləcəyimiz ən yaxşı, ən obyektiv Yoxsa yaxşı problem anlayış. olar? Qoya biləcəyimiz ən obyektiv yaxşı anlayış nə ola bilər? Obyektiv, yəni ən çox insanın üzərində birləşdiyi yaxşı anlayışı. Yəni hər kəs tərəfindən qəbul edilə biləcək. Və yaxud da pis anlayış. Pis anlayışı öldürmək ola bilər. Hə, ən böyük pis anlayışı öldürmək ola bilər. Və sən böyük yaxşı anlayışı yaşamaq. Əslində sən öldürməyin belə pis və yaxşı olacağını bilə bilməzsən. Onu biz bilmirik ya. Obyektiv deyirəm. Bəzən öldürürsən birini, edam eləyirsən məsələn. Erməniləri öldürdük məsələn. Yox, mən onu dediyi, sən o erməni deyirsən, hə, öldürmə. Mən onu daha səviyyədə deyirəm ki, biz də bir heyvanıqsa, sən bir heyvanı da öldürməməlisən də. Heç ora yuxarıya qalxma, heç zaten bir uşağı öldürməyə qalxma heç. Ən başından heç bir heyvanı da öldürə bilməz. Yəni paltar geyirsən, məsələn, dəri geyinirsən və ya ət yeyirsən. Yaxşı, sən bilirsən, bir uşağı öldürmək və bir heyvanı öldürmək. Bunların arasında fərq var. Maddi bir düşüncəyə görə nə fərq olmalıdır? Gündəlik insanlara görə fərq var. İnsanlara görə fərq var. Heyvan kəsb edirlər, uşağı kəsb etmirlər. Bəli. Bu fərq nədir? Bu fərq toplum belə qəbul Mənim edir. vicdanım, mənim əxlaqım, bunlar gülünc sözlərdir. Bunlar toplum belə qəbul edib deyə də. Toplum qəbul eləməsə, sən uşağı kəsb yeyərsən, kəsərsən rahat. Yəni fərq görmərsən o kəsərsən. Toplum qəbul eləməsə. Mən bu dəqiqə fərq görürəm ha. Öz düşüncəmdən o məsələdə o şey artıq çıxa bilmirəm mən o düşüncəmdən, hə. Onu pis deyirsən də. Hə, Amma nəyə əsasən pis deyirsən? Duyğularına əsasən yoxsa ağılına əsasən? Hər ikisinə əsasən. Ağılına əsasən nətər deyə bilərsən ki? Ağılla sən nətər deyə bilərsən ki, hətta dik-dilini öldürmək normaldır, uşağı öldürmək anormaldır. Çünki bizdə artıq Normal anormal qoyaq, pisdir, yaxşıdır. bizdə artıq bir subyektiv yaxşı pis formalaşıbdır. O formalaşmanı atsan, ağılla düşünsən. Tam ağılla düşünsən, yəni sənin bir fərdin biraz daha yaxın gəlir də mən. Mən bir fərdimdir, mənə bir də biraz daha yaxın gəlir. İnsan insana demək ki, daha sənə yaxın yaxın gəlir. olanlar, məsələ sənə yaxın olanlardır. Elə deyə bilərəm yəni mən. Bu İstərsən. doğru şey deyil. Doğru şey deyil mən. Mən zaten ona razı olmaram. Çünki əgər bir ədalət varsa, ədalət nədirsə olmalıdır. Ədalət yoxdur. Ədalət nədir ki? Ona görə deyirəm də, bu yaxşı anlayışla biz heç nəyə gələ bilmərik. Gəlmərik. Obyektiv yaxşı varmı yoxsa yoxdur? Yaxşı nədir ki? Obyektiv bir yaxşı yoxdur. Bizə nətərdir? Ancaq subyektiv ola bilər. Canım qardaşım. Məsələ problem bilsən nədir? Bu cür mövzuları danışanda hamı sən nə deyir? Bu yaxşıdır, bu pisdir. Obyektiv yaxşı varmı? Hər o yaxşını birinci tərifini vermək lazımdır ki, yaxşı nədir? Tərif qoymaq lazımdır. Məsələn adam deyir Əhzab 37-də peyğəmbər filan şey elədi, o pisdir. O pis hərəkət. O pisdir. O nədir? Bax o pis nədir? O yaxşı nədir? Yaxşının və pisin tərifini vermək. Sən bir tərifini ver. Ondan sonra mən baxım ki, sənin verdiyin tərifə görə o pisdir yoxsa yaxşıdır? Mən buradan bu arada çox xahiş edirəm. Əgər bu video yayınlansa, hər kəs orada yaxşı və pisin tərifini versin. Ona görə bir biləkdən, yəni bir ateistə görə, bir deistə görə, agnostikə görə bir yaxşı və pis nədir? Nəyə görə bu pisdir? Nəyə əsaslanaraq buna pis deyir? Həqiqətən mən hamısını oxuyacağam inşallah. Məsələn bir sual verim ki, bir nəfər qatil 1 milyon adamı öldürəcək şəkildə bomba yerləşdirib bir şəhərə. 1 saatdan sonra 1 milyon adam öləcək. Sən qatilin qızını tutmusan, ona işgəncə eləsən, qatil bombanı söndürəcək. O qıza işgəncə eləyərsən yoxsa yox? Eləmək yaxşıdır yoxsa pisdir? Bu kimi yer, bu niyə misal verirəm? Bu kimi yerlərdə insan bir də düşünür ki, bir dəqiqə, həqiqətən o pis və yaxşı nədir ki? Nəyə görə qəbul edirik onu? Varmı həqiqətən? Bəzilərine görə də işgəncə yaxşıdır da.
mazoxistlər deyirsən. Tam obyektiv bir yaxşı qoya bilmərik. Gəl hər hansı bir məsələn bizim ölkədə yaxşı qəbul olunan bir şeydir. Hər hansı yaxşı bir şey. Bizim mədəniyyətdə məsələn böyüklərə hörmət eləmək. Avtobusda bir böyük görəndə yer verirsən. Bizə görə bu yaxşıdır da, çox yaxşı bir anlayış. Yəni bizə görə nədir? Toplumumuza görə, mentalitemizə görə elə bir şey. Toplumuza görə görsən onu yenə yaxşı ilə izah edirik. Bizə görə o nədir mən bilmədim. Yaxşı sözün əvəzinə gəl quqqulu qoyaq, pis sözün əvəzinə buqqulu qoyaq. Bunu niyə deyirəm? Çünki mən gördüyüm bütün bu mövzunu danışanların içində hamısı əxlaqsızlığı təzədən yaxşı ilə izah edir. Bu yaxşı olmadı axı deyir. Məsələn deyir ki, bu davranış yaxşı olmur ona görə. Zaten elə yaxşı nədir sən bilmirsən. O yaxşını kim qoyub da? Sən qoymusansa əgər, vicdanın qoyubsa o yaxşını. Mənim vicdanımda bu şəkildə qoyur. Vicdan nədir? Ya ateizm bir düşüncəyə görə zaten insan nədir qardaş? Biz maddədən ibarət ancaq olduğunu elmi şeylərdən danışırıq. Vicdan nədir? Vicdanın elmi sübutu yoxdur. Tamam da mən bir ateist olaraq düşünsəm əgər, dindən uzaq olan bir fəlsəfə var da. O fəlsəfəyə görə də vicdan anlayışı var. Maddi olaraq isbat elə. Maddi Mən olaraq vicdan anlayışına niyə güvənim? maddi olaraq isbat edə bilmərik, amma təcrübələrlə sabitdir ki, hər insan bu hərəkəti eləyəndə məsələn peşman olur və yaxud sevinir. Bu təcrübələrlə biz buna vicdan deyə bilərik də dinsiz fəlsəfədə. Yox, çünki görürsən ki, bir adam bir şeyə o qədər güvənib ki, məsələn xristianlığa, həftədə bir dəfə kilsəyə getməyəndə vicdanın narahat olur. Vicdanına sən nətə güvənə bilərsən ki? Toplumda hər kəsi qırıb bir insan hər kəsdən küsüb belə, hər kəsə qırılğandır. O öz hərəkətindən razı olursa, ona görə də vicdan anlayışı odur da, əgər belə bir anlayış olsa deyirəm ya. Vicdanlı olmaq artıq. O nə deyirik vicdan? Əslində yaxşını başqa bir adından danışırıq bir dəqiqə. Ona görə deyirəm ki, yaxşı, vicdan, əxlaq, gözəl, ədalətli bunların hamısını götürək ki, bunların hamısını yerinə bubbulu qoyaq. Anlamaq üçün. Sən deyirsən ki, məsələn filan kəs bubbulu insandır. Yəni nə insandır? Filan kəs bubbulluq elədi. O nədir? Dəftərə bir tərif qoya bilərik, dəftərə. Bəli, tərif qoya bilərik. Dəftərin tərifinə nə qoyaq? Üç ölçülü aləmdə yer tutan, ağ səhifələri olan və içinə bilgilərin yazılması mümkün olan kağız parçası. Ağ səhifə deməkdir, səhifələr olan içində yazılması mümkün olan bir kağız parçası. Dəftərdir. Bir neçə kağız parçasından ibarət olan. Bu tərifdə yer üzündə hamı ortaqdır bu tərifdə. Bəli. İndi o bubbulu dediyimiz yaxşı. O yaxşı nədir və yaxud da o bubbulu nədir? O yaxşının tərifi nədir? Bir şey deyə bilmərik. Ayn Rand deyir ki, özü ya deist ya ateistdir. Yaxşı budur deyir. Belə qoyur. Yaxşı yoxdur ha, ona görə də yaxşı və pis yox. Özünə edilməsi istəmədiyin bir şeyi qonşuna eləmə. Bu da deyir, bu düşüncə. Deyir ki, bütün tarix boyu insanların ən gözəl ortaya qoya bildiyi əxlaq anlayışı budur. Amma deyir ki, bu belə gələcəyə yatırım eləməkdir. Qonşuna yaxşı davran ki, sonra o da sənə yaxşı davransın. Yenə egoistlik var da. Egoistlikdir. Ego anlayışı da zaten. Demək ki, onda yaxşı nədir? Yaxşını bu cür insanlar düşünür artıq. Yaxşı sənin xoşuna gələcək şeylərdir. Mən bir şeydən məmnunamsa, bir şey istəyirəmsə, mənə ləzzət eləyirsə, o yaxşıdır. Bunu formalaşdıraq. Yaxşı nədir? Özünə ləzzət eləyən şey. Elə. Gəl onda onu biraz da genişləndirək. O cür qoyaq. Görək nə problem olur bunun. Nə problem olacaq? Nə problem olacaq? Mənə ləzzət eləyir ki, sən vurum öldürüm. Problem çıxdı elə. Çox böyük bir problem çıxdı. Mən ona yaxşı deyəcəm, sən pis deyəsən. Böyük bir qarşılıqlıqdır. Mənə görə yaxşıdır. Səni öldürmək belə yaxşı ola bilər. Onda yaxşı sözün yerinə onda kefim istəyən qoyaq. Onda o adam heç vaxt pis bir şey eləməyəcək. Pis anlayış olmayacaq. Elə də öyle. O da var. O adam eləyə bilər amma. Nətər ola bilər ki, pis bir şey eləsin? Yəni mən söhbəti tam olaraq hələ anlamıram. Mənə yaxşıya tərif verdik ki, biz mənə ləzzət eləyən bir şeydir. Mənə ləzzət eləyən bir şey. Zaten bir insan həyatı boyu özünə ləzzət eləyəcək şey eləyir. Həmişə onun dalınca qaçır. Bu adam həyat boyu pis şey eləyə bilməz onda. Amma həyat sadəcə sənin istədiyin şərtlərlə olmur da. İstərsən sən pislik eləyə bilməzsən başqasına. Mümkün deyil. Başqası sənə pislik eləyə bilər. Düzdür. O da var. Sən pislik o da var, amma eləyə bilməzsən. Bu tərif zaten nöqsandır. Hə? Bu tərif zaten tərif nöqsandır. Tərifi dəyişməliyik. Buna başqa bir şey də deyə bilərik. Məsələn, mənə ləzzət eləyən, amma mənə ləzzət elədiyi halda başqalarını narahat eləməyən bir şey. Mənə ləzzət eləyən, mənə ləzzət elədiyi başqalarını narahat eləməyən. Bu tərifin nöqsanını görəcəyik. Məsələn, mənə ləzzət eləyir bir şey, uşağı məktəbə göndərmək. Amma uşağı məktəbə göndərmək uşağı narahat eləyir. Səhər 8-də durmaq istəmir. Məni ləzzət elədi, başqasını narahat elədi. Uşaqda problem çıxartdı artıq bu tərif. Mən əgər uşağı məktəbə göndərirəmsə, mənə ləzzət eləyirsə belə, uşağı narahat elədiyinə görə bu artıq yaxşı deyil. Amma biz burada elə bir şey deməliyik ki, tərifi dəyişməliyik. Dəyişək tərifi. Tərifi biraz daha gözəlləşdirək. Edilən hərəkətin nəticələri etibarilə sənə həzz verməsi yaxşı olsun. Edilən hərəkətin nəticələri etibarilə sənə acı çəkdirməsi pis olsun. Belə bir tərif üzərinə gedək. Görək bu yaxşı tərif. İndiyə qədər gördüyüm ən yaxşı tərif deyə bilərik. İndi söhbətin burasına qədər. Yəni görək bu tərifin nəsə problemi var? Bu tərif normal tərifdir. Məsələn, uşağı məktəbə göndərə bilərsən bu tərifə görə. An etibarıyla uşaq acı çəkir. Uzun müddətdə amma uzun müddətdə çünki bilgi öyrənir, çox şey öyrənir. Bəli. Bu yaxşı tərif oldu.
Bu bizə görədir də, yəni sənə görə, mənə görə yaxşı tərif oldu. Hə, mənə görə yaxşı tərif. Bu bizim subyektiv yaxşı tərifimizdir. Zaten obyektiv yaxşı ola bilməz. Ən azından ikimizin üzərində razılaşdığı bir obyektiv oldu. İkimiz üçün obyektiv oldu. Zaten bu tərifə görə biz o Əhsab 37-də heç bir şey deyə bilmərik. Mən məsələn bir nəfəri çox sevmişəm, ona çox yardım eləmişəm. Ona deyirəm ki, sən mənim oğlum kimisən. Ona həmişə yardım eləyirəm. Sonra onu evləndirirəm. Sonra onlar boşanırlar. Mən nə dəfə var boşanırlar. Sonra yer üzündə 3 dənə sərbəst insan var. O da sərbəst insandır, mən də sərbəst insanam. Digəri də boşanmış sərbəst insan. Hamı sərbəst insandır burada. Sonra mən onunla evlənmək istəyirəm. Niyə evlənmək istəyirəm? İstər siyasi bir düşüncəm var, istər sevgi evliliyidir. Heç önəmli deyil. Nə fərqi var ki? Mən onunla evlənmək istəyirəm. Buna mane olacaq biri çıxır qıraqdan deyir ki, o sənin oğulluğundur. Onun boşadığı şəxslə evlənə bilməzsən. Deyirəm rədd ol burada. Sən kimsən? Kimisə həyatına heç bir şey deyə bilmərik. Bizə ziyan vermir. Bizə ziyan vermir və uzun müddətdə nəticələri pis deyil. Kiminsə həyatına qətiyyən heç bir şey deyə bilmərik. Peyğəmbərimiz oğlum dediyi bir şəxs var. Onu bir nəfərinə evləndirir. Burada acı çəkmək var bir nəfərinə evləndirməkdə. Üçündən hər hansı bir acı çəkdi. An etibarilə və sonradan. Yox. Biz görmürük, bilmirik biz. Niyyətdə acı çəkməyə nəticə verəcək heç nə yoxdur. Orada nə Həzrət Muhammed düşünmür ki, bunlar evlənsin, acı çəksin. Nə də onlar bir-birinə evlənəndə, hə indi evlənəcəm, acı çəkəcəm düşünmür. Niyyətdə yoxdursa o yaxşıdır. Gözəl olsun fikirləşirlər. Gözəl olsun nə deyəm daha amma. Niyyətində an etibarilə və sonradan nəticə etibarilə yaxşı olsun da. Hə, uzun müddətdə. Yaxşı olsun sözünü deyə bilmərik, ona görə deyirəm. Gözəl olsun. Nə yaxşıdır, gözəl də deyə bilmərik, yaxşıdır. Bu pulu deyə. Ləzzət versin demərik də biz buna. Ləzzət verən bir şeydir. Çünki tərifimizdə sənə an etibarilə və sonradan uzun müddətdə həzz verəcək şeyə demişdik. Bunlar evləndə uzun müddət həyatı gözəl yaşasınlar deyə. Bunlar elədiyi yaxşıdır çünki niyyətlərində belə pis ola bilər o nəticə. Amma niyyətlərində bu olduğuna görə bunlar yaxşı şeylərdir. Hələ ki yaxşıdır deyib evləndilər. Bəli, Həzrət Muhammed də yaxşı bir şeylədir çünki niyyətində bunlar uzun müddətdə həyatı gözəl olsun düşündü. Həyatı həzz versin onlara deyə düşündü. Bunu da bildik. Bu yəni sadəcə onlarda yox, hər kəsin evliyində belə düşünə bilər. Hə, bəli. Sonra bunlar boşandılar. Niyə boşandılar? Nəticə etibarilə uzun müddət ləzzət eləmədi. Amma indi yaxşı bir şey eləmək istədilər. Yəni uzun müddət yenə də həyatlarında həzz almaq istədilər. Gördülər ki, boşanmaq bunun yaxşı yol, uyğun bir yol. Hə, gözəl. Həzrət Muhammedə gəlib deyirlər. Həzrət Muhammed bunu razılaşmır. Niyə razılaşmır? O bunu pis görür. Boşanmağı pis görür. Niyə pis görür? Ümumiyyətcə hər zaman nəticə etibarilə xoşa gəlməyən bir hal olub da ona görə. Boşanmaq həmişə nəticə etibarilə pis olur. Yəni ailələri barışdırmaq daha gözəldir. Əksəriyyətə görə belədir, yəni. İndi bəzilərinə görə belə olmaya bilər. Bizim verdiyimiz tərifə görə Həzrət Muhammed onlara boşanmayın deyir. Niyə deyir? Çünki bu deməyin uzun müddətdə onlara daha çox ləzzət təmin edəcəyini düşünür. Bunu bildi, yəni nəticəni düşünür. İndi bunlar boşanırlar. Niyə? Nəticə etibarilə gözəl olmayacağını düşünürlər və ləzzət verməyəcəyini düşünür, boşanırlar. Sonra indi nə olsun indi bundan sonra? Ki yaxşı olsun. Nəticə etibarilə də ləzzət olan bir şey olsun. Artıq Allah qaçışır işin içinə. Allahdan bir ayə gəlir ki, Zeynəblə Həzrət Muhammed ailə qursun. Ailə qursun. Bunu indi yenə baxırıq ki, şəxslərə bircə baxacağıq ki, Allaha görə, Həzrət Muhammedə görə, əsasən Zeydə, Zeynəbə və toplumdakı başqa şəxslərə görə bu bizim qoyduğumuz yaxşı tərifimizə uyğun oldu yoxsa yox? Məsələn, Zeydə görə baxaq. Zeynəbin Həzrət Muhammedlə evlənməyi uzun müddətdə yaxşıdır Zeydə görə. Yəni, uzun müddətdə ləzzət verən şeydir ona Zeydə. Boşandığına görə onun zatını əlaqədar etmir. Belə deyə bilərik də, yəni. O Həzrət Zeynəbdən Həzrət Muhammedə indi və nəticə etibarilə gözəldirsə, o zaman başqa birinə nəticə etibarilə gözəl olan bir şeyi mən də gözəl qəbul edirəm də. Ona görə Həzrət Zeydə görə də yaxşıdır. Həzrət Zeyd Həzrət Muhammed üçün bir döyüşdə gedir, həlak olur. Sonra nə qədər müddət sonra. Muhammed Allahın rəsuludur. Bu dava üstündə adam şəhid olur da. Yəni sən kimə görə özü fəda edirsən? Sevmədiyin bir adama görə özü fəda edirsən. Demək ki, sevirdin və komandir olur. Peyğəmbər onu komandir eləyir. Bir döyüşdə komandirin ölmək şansı çoxdur, yoxsa əsgərin? Əsgərin. Bu da etirazdır. Adam deyir ki, Peyğəmbər deyir Zeydi döyüşə göndərdi ki, ölsün. Döyüşdə əsgərin ölmək ehtimalı çoxdur, yoxsa komandirin? Əlbəttə ki, əsgərin. Əsgərin daha çox. Yəni bunu mən niyə deyirəm? Yəni Zeyd orada üzülməmiş, narahat olmamışdı. Demək ki, Zeydə görə vəziyyət yaxşı, yəni əxlaqlı. Artıq biz İslamı anlayışa giririk yavaş-yavaş. Bir haşiyə çıxdım. İkinci, Zeynəbə görə Həzrət Muhammedlə evlənmək uzun müddətdə ləzzət verən bir şeydir. Yəni yaxşı bir şeydir. Yaxşıdır. Ləzzət verən demir yəni. Ləzzət verən yaxşı ifadə deyil. Məmnun olacağı bir şeydir. Məmnun olacaq, hə. Ləzzət deyəndə bu geri zəkalıların ağlına başqa şey gəlir, ona görə deyirəm. Hər şey bir ləzzət növüdür da. Yəni həyatda məsələn hava alıram, bunlar hamısı ləzzət növüdür yəni. Məmnun deyək də, onun ki, yenə də. Tamam, olsun, məmnun olsun, məmnun deyin sonra. Tərəflərin hər birinə görə vəziyyət normaldır. Həzrət Muhammedə görə normaldır. Həzrət Muhammed biraz acı çəkir oradan deyim. Niyə acı çəkir? Həzrət Muhammed istəmir Zeynəb. Niyə acı çəkir? Zeydə görə yaxşı olmağını istəyir də, ona görə. Boşanandan sonra. Boşanmaqlar artıq oldu da, boşanma necəsə oldu. Bunu da istəmirdi peyğəmbərimiz. Amma yenə Allah əmr buyurdu, artıq Həzrət Muhammed Zeynəblə evlənməlidir. Bəli. Bu Həzrət Muhammedə görə anında acıdır abi. Allahın əmri deyil, biz
təbii ki, hər kəs Allahın əmrinə görə hər şey eləyər, bu başqa. Amma o anda bir acı çəkir insan. Yox, zaten biz ümumi düşündüyümüzə görə, nəticə etibarilə düşündüyümüzə görə uşağı məktəbə göndərməklə bunu müqayisə edə bilərik. İynə vurmaq pisdir, nəticəsi etibarən yaxşıdır. Yaxşı. Hətta Həzrət Ayşə deyir ki, Həzrət Muhammed Əleyhisselam Qurandan bir şey gizləsəydi deyir, gizləmək istəsəydi, bu ayəni gizləyərdi. Yəni o qədər ağır gəlmişdi ona. Nəticəsi etibarilə çox böyük təpkilər gələcəyini düşündü. Yəni bu acıdır elə. Amma Allahın bildiyi bir şey var. Allah daha adil və Allaha razı eləmək. Ona görə yenə də nəticə etibarilə yaxşı bir şey eləyəcəyini düşündü Zeynəb evlənəndə. Burada da bir şey deyim. Etiraz edilən nöqtələr tamamilə ziddir də elə bir şey. Bu belə düşünür, o belədir elə bir şey. Tam əksidir. Tam tərsi. Tam əksi şeyləri düşünürlər. Həzrət Muhammed evlənmək istəmir məsələn. Tam tərsini düşünürlər də. Yəni adam o qədər zidd şeylərdən etiraz edirlər ki, biz əslində burada müdafiə xarakterində deyilik ha. Biz heç bir etirazı rədd eləmirik deyə buna cavab verir. Burada müsəlmanların da beyni şübhələnir deyə buna ona görə biz cavab veririk. Aslında burada o qədər zidd mövqedədirlər ki, özünə görə olmayan bir anlayışdan zaten adam danışır. Güya ki Peyğəmbərimiz onu istəyib, istəməyib. Tam tərsi nöqtələrdə əsgər eləyibdir, komandir eləyib əslində. Yenə də tam tərsi nöqtələrdir yəni. Allaha görə yaxşıdır bu iş yoxsa pis mənim? Allah əmr eləyirsə yaxşıdır demək. Demək ki, Allah da istəyir. Yəni çünki mən Allahı da işin içinə qatanda sözün açıq. Mən bu müsəlmanlardan əksəriyyətindən baxıram, tərs düşünürəm belə. Allahı işə qatsaq da bu yenə obyektiv olmur, yenə subyektivdir. Allah da zaten biz subyektiv bir yaxşı anlayışına girməliyik. Girməliyik, istərsəmiz girmək və özümüz qoymuşuq o tərifi. Bu da bizim subyektiv tərifimizdir. Tərif qoymuşuq, yenə də bizim subyektiv bir tərifimizdir. Yəni əgər bu tərifi qoyan biri olmalıydsa, onu sən mi qoymalıydın və yaxud mən mi qoymalıydım? Hər kəs özü qoyacaq da. Və yaxud Əli, Vəli nəsə bir kəs mi qoymalıdır? Biz qoymuşuq. Biz qoyduğumuz tərif yaxşıdır. Bizim subyektiv yaxşımızdır. Bundan yaxşı tərif kim qoyursa onun üzərinə danışaq bunu. Bundan yaxşı kimsə qoyursa onun üzərinə danışaq. Şərhlərdə pis və yaxşının bundan daha uyğun bildiyiniz tərifini yazın. Biz növbəti videoda həmin təriflərə uyğun sistemi yenidən quraq ki, həqiqətən o hadisə yaxşıdır yoxsa pisdir. Bir də bizim qoyduğumuz yaxşı, həyatda sadəcə yaxşı anlayış yoxdur da. Yaxşı deyəndə burada mərhəmət anlayışı da içinə girməlidir. Ədalət anlayışı da içinə girməlidir. Yəni xəstələnməməkdən belə deyək də, sağlamlıq da girməlidir. Hamısı girməlidir bunun üçün. Əxlaqlı, əxlaqsız. Bunlar hamısı biz yaxşı və pis deyəndə indi bu videoda əxlaqlı və əxlaqsızı da nəzərdə tuturuq, ədalətli və ədalətsizliyi də nəzərdə tuturuq. Mərhəmətli, mərhəmətsiz. Gözəl və çirkin də nəzərdə, mərhəmətli, mərhəmətsiz də nəzərdə tuturuq və s. Faydalı, faydasız və s. və s. Allaha görə, Allahın istədiyi bir şeydir uzun müddətdə bu. İstədiyi bir şey. Bitdi. Bu Əbu Cəhlə də görə də pis bir şeydir. Əbu Cəhlə görə niyə pis olmalıdır ki? Əbu Cəhlə o harda narahat elədi? Həyat sadəcə dünyadan ibarət olan bir insana görə iki nəfərin bir-birinə evlənməyi mən niyə narahat eləməlidir? Bizim müsəlman olaraq və qoyduğumuz tərif içində buna heç kəs pis demir. Bunu o dövrdə heç kəs pis görmür. İndi Əbu Cəhlin yanına bu zamanda etiraz edən dinsizlər var ha, ateist və deistlər. Bunları da hamısını aparaq ora. Onlar da hadisəyə baxıb pis deyirlər, eləmi? İndi bunlara görə baxaq. Mən o Əbu Cəhlin yerinə bir anlıq özümü qoydum. Orada mənə narahat edəcək heç bir şey yoxdur, onu da dedim. Yəni narahat edəcək nə olmalıdır? Əsas mövzu budur da abi. Biz ancaq özümüzü danışdıq indiyə qədər. Tam qoyaq, gedək Əbu Cəhlin yerinə. Yəni bu adama görə yaxşıdır, peyğəmbərə görə. Və mən də bunun üzbəüz ən böyük düşməniyəm. Mənə görə niyə pis olsun ki? Mənə görə pis olan şeylər ola bilər ha orada. Amma bu Həzrət Muhammedin Həzrət Zeynəblə evlənməyi deyil. Mən Əbu Cəhl olsam, mənə görə pis olan orada o qədər şey var ki. Amma o deyil də yəni. Yaxşı, bu gün bir dinsizin gözü ilə Həzrət Muhammedin Həzrət Zeynəblə evlənməyində pis, yəni yaxşı olmayan, yəni uzun müddətdə mənə acı verəcək nə var? Sadəcə o hadisədən bir dinsiz olaraq da özümü qoyuram mən. Heç bir acı görə bilmərəm. Sadəcə o hadisədən mənə görə narahat edən heç bir şey yoxdur. Mən zaten bu dəqiqə yaşamaq uğrunda mübarizədəyəm. Mən nə əlaqədar edir onun evləndiyi. Çünki abi qoyduğumuz yaxşı təriflə zidd burada heç nə yoxdur. Heç nə yoxdur hal-hazırda. Amma ümumi Həzrət Muhammedin əleyhissalam həyatını mən sorğulayacaq olursam əgər bir dinsiz olaraq, burada məni narahat edəcək məsələlər olmalıdır. Nətər? Qıcıqlandıracaq məsələlər olmalıdır. Niyə görə? Niyə? Bax, Həzrət Muhammed Allahın peyğəmbəri deyil sənə görə. Adi bir insandır. O an etibarilə və uzun müddətdə həyatını daha gözəl yaşamaq üçün addımlar atıb. Nə atıb? O yəni yaxşı bir şey eləyib. O zaman yenə deyirəm, o zaman mən heç bir şey deyə bilmərəm orada. Deyə bilməz. O tərəfə görə heç bir şey deyə bilmərəm. Yaxşı, bir ateist olaraq sual verirəm. Bacı qardaş bir-birinə yatmağı pisdir yoxsa yaxşıdır? Bir ateist olaraq indi burada mən özümü bir ateist yerinə qoyaraq buna fərq qoymasam, çox böyük qınaq obyektinə çevrilə bilərəm. Ateist olaraq düşün deyirəm. Hətta bizim öz düşüncəmizə görə bu əlbəttə ki, şəxsi düşüncəmə görə pisdir. Amma bir ateist olaraq bir şey uzun müddətli mənə və başqalarına məmnun edəcək bir şeydirsə, ləzzət verirsə, o zaman ortada hər kəsə bu ləzzət elirsə orada ki, bu niyə pis olsun ki? Elə deyə bilərik. Şeyə baxmısan, Lawrence Krauss ateist. Eyni sualı verirlər. Deyir bir ateist olaraq
Yox, buna pis deyə bilmərəm deyir. Yəni bunu Yəni, bir yerə oturtdura bilmərəm. Bir belə deyir, o bir dəfəyə məxsus deyib pis deyə bilmərəm. Deyə bilmərəm. Ona bənzər bir cavab verir. Pis deyə bilməz əslində. Yəni nə hansı qaydalara əsasən, hansı sonra pis deyə çərçivəyə bilməz, görə deyə bilər. Ya mən demək istəyirəm ki, biz bu tərifi qoyduq. Bizim bu tərifimizi deyirsən hər kəs qəbul edə bilər. Amma qəbul etməyənlər də ola bilər. Adam belə məsələn yazsa ki, yaxşı nədir? Yaxşı əxlaqlı şeydir. Yaxşı vicdanımın mənə əmr etdiyi bir şeydir. Bu tərif deyil ki. Yox, bu tərif deyil. Vicdan özü Bu da bir ad qoymaqdır. ad qoymuyor. Vicdanın Tamam. başqa adına yaxşı demisən sən. Yaxşı yaxşıdır. Pis Ha. pisdir deyirsən. Deyirsən ki, kiçik balacadır və yaxud böyük olmayan bir şey kiçikdir. Onu biz başa salırıq ki, nə böyükdür, nə kiçikdir. Yəni Həzrət Muhammədi qınaya bilmərik bu tərifə görə. Hətta başqa sənin qurduğun başqa bir tərif belə. Həzrət Muhamməd pis görsə, qınaya bilməzsən çünki sənin subyektiv fikrin. Çünki bunlar yaxşı bir şey etdiklərini düşünürlər. İndi deyək ki, biz yaxşı qoyduq. Amma bu yaxşıya əməl eləmir də insanlar. Biz nə edək indi? Bizim yaxşı və pis anlayışımıza bu təsir eləməyəcək. Sadəcə əziyyət çəkəcək o qədər. Deyək ki, mən bir yerdəyəm, bir kənddə. Bu yaxşı və pis anlayışını deyirəm. 100 nəfər içində bunu 50 nəfər qəbul eləmir. 50 nəfər bunu qəbul eləmirsə və hər kəsin yaxşı anlayışı varsa, fərqli-fərqli. Orada tamamilə fəsada uğrama ehtimalı çox böyükdür. Yəni %99-dur. Onda ortaq yaxşı və pis qoyaq deyirsən. Tam indi qoyduq biz. Əgər əməl edilmirsə biz nə etməliyik? Ortada məsələn 15 nəfər çıxır deyir ki, 100 nəfəri kənddə. 15 nəfər çıxır deyir ki, yox, mən bundan razı deyiləm. Mənə görə yaxşı filan kəsi öldürmək. Sən də onu cəzalandırsan əgər pislik eləmiş olursan. Çünki o özünə görə yaxşı bir şey eləyirdi. Bəs həqiqətdə nə eləmiş oluram? Həqiqət deyə bir şey mənə görədir, ona görə deyil. Sən o adamı qınaya bilərsən. Yox. Artıq yenə də qaydırıq ya nəyə? Yaşamaq uğrunda mübarizədir və yaxud da kim nə istədi eləyə bilər. Yəni bir yerdən sonra onun yaxşı zənn elədiyi şeyi əzməlisən artıq onun üstünə, eləmi? Demək başqa biri bunu qoymalıdır. Hər kəsin qəbul edəcəyi biri. Elə biri qoymalıdır ki, həm çox güclü olsun, həm çox mərhəmətli olsun, həm çox ədalətli olsun. Ədalətli nədir? Məsələn, yenə girdi yeni şey. Haqlı olana haqqını vermək. Yəni o qoymalıdır da. Haqq nədir? Yenə eyni. Yox, kainatda həqiqi bir adil biri bilməliyik. Bu artıq adil və adil olmayan bilmirik nədir. Yəni bu artıq burada mən onu demək istəyirəm yəni, ki, adil bu deməkdir. Sən bir an olan etibarilə və uzun müddətdə adil ol ki, onun an etibarilə və uzun müddətdə təmin edin. Ləzzəti və acını təmin edin. Əgər bir insan mənə acı verirsə, mənə o verən acının qarşılığını ona verirsə, an etibarilə edilən pisliyin qarşılığını verirsə, o da uzun müddətdə götürəndə bir yaxşılıqdır. Hə, doğru. Bunu elə bir qoymalı ki, toplumun küllü olaraq qəbul etdiyi bir adil biri olmalıdır, mərhəmətli biri olmalıdır, şəfqətli biri olmalıdır. Biz müsəlmanlar yaxşı və pis anlayışın demişik ki, sən qoy ey Rəbbimiz. Artıq biz onu qəbul edirik. Məsələn, biz deyirik ki, spirtli içki içmək pisdir. Niyə görə? O dediyinə görə. O dediyinə görə. Çünki o küllü ağıldır və uzun müddətdə bizi məmnun edəcək şeyi bilir. Ən gözəl o bilir. Həm alimdir, nəyin yaxşı nəyin pis olur. Həm hakimdir, hikmət sahibidir. Həm rahimdir, rəhmətlidir. Həm adildir, ədalətlidir. Həm şafidir, şəfa verəndir, sağlam, nəyin faydalı, nəyin. Allah qatında da obyektiv olmur məsələn. Hamı deyir ki, ancaq Allahın obyektiv olur. İndi mən də onu deyirəm. Niyə qoymursan deyir? Obyektiv olmur axı. Allahla da obyektiv olmur. Yox, Allahla nə zaman obyektiv ola bilər? Heç olmaz. Bir nəfər. Yox, zaten subyektivdir. Danışma, sən danış, mən etiraz edim, sən aç oranı. Mən demək istəyirəm ki, bunu kim qoysa da subyektiv olur da. Obyektiv biz nəyə deyirik? Bir yerdə 10 nəfər varsa, onun da razılaşdığı bir şeysə bunu obyektiv deyil. 8 milyardın hamısını qəbul edəcək bir Amma şey. Allahda var axı. Yox, obyektiv 8 milyard bir dinə. Yox, əgər ateistsəmsə də mən. Ateistsənsə 8 milyon hamısını qəbul edəcək bir şey obyektiv ola bilər. Hamı razılaşsa belə, sabah bir gün bir dəlil çıxar, tərsini deyər. Yəni yenə obyektivlik olmaz yəni. Nə obyektivlik mümkündürmü? Yox deyil. Mümkün deyil. Hətta heç sabah birisi gün götürmə ha. Mən ateistsəm, sən müsəlmansan. Mənə görə indi götürək 8 milyard da, yəni 15 dənəsi müsəlmandır. 5 dənəsinə görə Allah anlayışı var. Mənim qoyduğum yaxşılıq 8 milyardın hamısını əhatə edə bilməsə çox. Çünki ona görə Allah da var. Onun da bir yaxşılıq olmalıdır. O onu qəbul edəcək də, səninki heç vaxt qəbul edəməyəcək. O mümkün deyil də obyektiv. İndi bunun subyektivə biz bağlamalıyıq da. Subyektiv isə kim qoymalıdır? Mütləq subyektiv olan. O zaman 2 milyard müsəlman varsa yer üzündə. 2 milyard müsəlman, 5 milyard da deyək ki, xristian, yəhudi, başqa Allaha inananlar da. Məsəl üçün 1 milyard ateist deyir. 1 milyard da ateist. Bu 2 milyard deyir ki, Allahın qoyduğudur, yaxşı. Məsələn, 1 milyard ateist də deyir ki, Allahın qoyduğu yaxşı deyil. O zaman 1 milyardın hər biri özünə bir yaxşı qoymalıdır. Və yaxud 1 milyard özləri topalaşıb bir subyektiv qoymalıdır. Dinlərsiz bunu düşünmək olmur. Hər hansı bir mədəniyyəti düşünsən belə, ona dinin təsirini biz görə bilirik. Artıq məsələn, uşağı öldürmək pis bir anlayışdır. Bunu kim qoyubdur? Yəni mən ateist olsam belə etiraf eləməliyəm ki, bu anlayışı dinlər qoyubdur. Zamanla dinlər var olub deyə. Yenə də zaten bu dindir. Nə adını nə qoysan, kimsə qayda qoysa dindir artıq. Hətta mən dövlətlər də din olaraq görürəm. Hətta paltar geymək dindir. Məsələn, yayın ortasında niyə paltar geysən? Dindir artıq. Bir şey qoydun artıq. Təməldə bunu başqa birisi qoyub. Uşağı öldürməyin pis olduğunu başqa birisi qoyub. Qayda qoydu. Kim qayda qoydusa, dindir. Səmavi din olmaya bilər o. Etiraz gəlir ki, yox, mənim vicdanım qoyubdur. Onda mən bu günlərim vicdan boş sözdür axı abi.
Nəsə bir şey də, yəni içimdə bir his var, nəsə bir şey Mən deyir. belə istəyirəm demək istəyir adam. Ha, istəyirəm. O da deyəcək mən belə istəyirəm. Deyək ki, yox, toplumun 99% belə istəyir, pis bilir. Bu necə formalaşdı bu? Onda meşədə yaşayıb doğulan bir insan. Onda niyə olmadı? Abi, oldu, olmadı. Mənim üçün önəmli deyil. Mən bir ateist olaraq yenə sizin hamınızı pis görə bilərəm. Yəni pis görə bilərsən, Amma siz pislik eləmirsiniz mənə görə. Niyə pislik eləmirsiniz? mənə bir ziyanı yoxdur. Siz yaxşı elədiyinizi düşünürsüz. Hə, və sizin yaxşınız Hə. toplumun əksəriyyətini də narahat eləmir. Əksəriyyət də bundan razıdır. Toplum deyirsənsə əgər, qoya biləcəyimiz ən obyektiv odur ki, əksəriyyətinin bundan razı olacaq bir şey. Bu dəqiqə İslamiyyətin qoyduğu hər hansı bir qaydaya toplumun əksəriyyəti demək olar razıdır. Bu Və əksəriyyəti- Avropa götürək abi. Doğru Avropa seçim deyil abi. Doğru seçim deyil toplum əksəriyyəti. Yox, bir ateist başqa nə qoya bilər ki? Yox, bu Əksəriyyəti gün qoysan Hitler haqlı çıxır. faktiki belədir. Hitler haqlı çıxır, SSR haqlı çıxır, toplum Hə. qoysan. 15-ci əsrdəki toplum haqlı çıxır, 50 il qabaq LGBT haqsız çıxır, indi haqlı çıxır. Əksəriyyəti qoyanmazsan, ha bu doğru anlayış deyil. Birin qoymalıyıq, biz Allaha qoyduq da mən onu deyirəm. Amma başqasını qınaya bilməyəcək. Qınasa belə zaten əksəriyyət bu dəqiqə ona tabedir də. Abi əksəriyyət doğru Həmişə deyil. də ona tabe olub da. Əksəriyyət doğru deyil. İkinci hissəmiz başladı. Komandalar yer dəyişikliyi elədi. Bizim qoyduğumuz yaxşı və pisi kim qəbul eləmirsə, özündən yaxşı və pis qoymalıdır. Özündən yaxşı pis çıxartma. Obyektiv bir yaxşı və pis anlayışı deyə bilmərik. Obyektiv bir yaxşı və pis anlayış olmadığına görə o məsələyə bizim deyəcək heç bir sözümüz yoxdur. Çünki evlənən razı, evləndirən razı, hər kəs razıdır burada. Kimsə yaxşı və pis anlayışı qoymalıdır. Onun qoyduğu anlayışa görə bu evlilik pis olmalıdır və o anlayışda hər kəsə qəbul elətdirməlidir. Onu indi cəmaət qoysun rəydə inşallah. Hər kəs öz yaxşı və pis anlayışını qoysun. Biz də rəyləri oxuyub ona görə cavab verəcəyik. Ki bu məsələni kökündən çürütmək lazımdır ki, Amma xahiş edirəm, yaxşılıq mənim vicdanımın dediyidir, yazılmasın. qonşunun uşağını narahat etməməkdir. Narahat etmək nədir? Tərifi açmaq lazımdır. Biz qoyduğumuz tərif mən ləzzət alıram Uzun müddətdə amma. uzun müddət. Məncə bu tərif gözəl tərifdir. Yəni mən qoysaydım ən yaxşı bunu qoyardım. Amma subyektiv, sonradan qoyulmuş, heç bir elmi əsas olmayan bir tərif. Hə də bizim tərifimiz. Kimin tərifi olur olsun? Elmi əsası yoxdur, düsturu yoxdur. Nisbə anlayışdır bu zaten. Sübut eləyə bilərikmi bunu? Sübut nədir? Kağız üzərində bir şey yoxdur yəni. Ona görə də hər kəs özü qoymalıdır. O məsələdən sonra təzədən qaydaq yenə Əhzab surəsini ona görə dəyərləndirək də. Əhzab Məsələn, 37-ci ayə. bir ateist bu hadisəni niyə pis deyə bilməz? Ona görə toplumda hər kəs bir heyvan cinsidir, təkamül prosesindən təkamüllə ortaya çıxmışıq və ona görə mübarizə aparırıq. o toplumun ərəb qövmünün beyni bu cür təkamül eləyib, hətta hər bir fərdin beyni bu cür təkamül eləyib. Mənim də beynim bu cür təkamül eləyib. Bəli. Amma sən nətər əmin ola bilərsən ki, beynin həyatı düzgün qavrayacaq şəkildə təkamül eləyib. Bəlkə sən pis bildiyin şey həqiqətdə daha gözəldir. Kimisə beyninin bu cür təkamül elədiyinə görə qınayırsan, onun burada nə günahı var ki? Bir ateistin baxış açısından. Orada belə deyə bilər ki, o beyni bu cür təkamül eləsə də insanları öz gətirdiyi bir sistemə tabe elətdirmək istəyibdi. Və mən də yaxşı, onda belə deyəcək ki, beyni elə təkamül elədi ki, başqalarını öz gətirdiyi sistemə tabe elətdirmək istəsin. tabe olanların da beyni bu cür təkamül elədi. Hə, tabe olanların beyni bu cür təkamül edəcəksən və sənin beynini onun beynindən üstün qılan heç nə yoxdur. O deyəcək ki, mənim beynim üstündür. Üstünlük də əslində yaxşı və pisin başqa adda ifadəsidir. TEDx-ə çıxmışdı biri. Pedofilin normal olaraq dəyərləndirir. Deyirsiniz, biz bunu insanları qınaya bilmərik. Onların beyni bu cür təkamül eləyib. Bunların heç birinə görə bu hadisənin Əhzab 37-ni qınaya bilməzlər. Məsələ budur. Sən qınaya bilməzsən. İndi bu məsələ müsəlmanlara baxan tərəfini deyək biz. Müsəlmanlara baxan tərəfi danışdıq da. Bizə görə biz hamımız normal görürük. Allah normal görür. Hamı normal görsə nə var ki? Bizə görə niyə normaldır? Çünki bir insan öcək belə oğlu olmayan, yəni heç bir bioloji əlaqəsi olmayan birinin yoldaşından evlənə bilər. Zeyd radiyallahu anh da elədi. Əgər haşa Həzrət Muhammedin burada Zeynəb radiyallahu anha ilə evlənmək istəsəydi, o zaten onun bibisi qızdı. Ondan qabaq da evlənərdi. Zeynəb də evlənmək istəyirdi. 37 yaşına qədər ona görə evlənməyib başqası ilə. Çox rahat şəkildə ondan əvvəl də evlənərdi və bu durum ona görə də bir narahat edici, üzücü durum olduğuna görə heç bu səviyyəyə gətirməzdi. Bir də Həzrət Muhammedə məsəl üçün deyirlər, öz nəfsinə görə bir ayə uydurub haşa, belə deyirlər də. Yəni, əgər belə deyirlərsə, yenə də deyirəm, topluma dəhşətli şəkildə zidd şeylər gətirib və o davasında tək olduğu halda ən birinci yenə də gəlib başa çıxıbdı. Ona deyiblər məsələn, hakimiyyət istəyirsənsə, əgər hakimiyyət davası olsaydı, ona bunu təklif ediblər ki, hakimiyyət istəyirsənsə, səni hakimimiz eləyək, Məkkənin yəni rəhbər eləyək. Qəbul etməyib. Qadın deyirlər ən böyük
şeylərdən biri haşa. Qadın istəyirsənsə sənə deyirlər ən gözəl qızı verək, yəni istədiyini. 52 Qız yox. yaşına qədər bir Qız yox, nəfərlə- qızları. 52 yaşına qədər yaşlı bir qadın evli olur. 52-yə qədər. Zaten 25'te evlenip 25'te evlenende evleneceği adamın 40 yaşı var idi. 25'ten 52'ye kadar onu devam ettirip. Biz zaten burada sadece aya ile yok, hadisle de danışırıq, Peygamberimizin həyatıyla da danışırıq zaten. Bütün evliliklər siyasidir. Eğer kadın isteseydi o teklif zaten ona verilibdi. Demek ki bu Hazreti Muhammed Aleyhisselatü Vesselam'ın da iradesinden olan bir şey değil. Demek ki külli bir irade tarafından bu şey bu şekilde istenilip, bu şekilde murad edilip ve galip gelir. Demek ki bunun isteği değil de burada külli bir irade var.